Vaxtınız xeyir olsun, biznesmen efirdədir. Bugün çox maraqlı qonağım var. İqtisadiyyat və idarəetmə üzrə ekspert Fərhad Pərvezidir. Fərhad bəy, xoş gəlmisiniz. Xoş gördük. Fərhad bəy, bizim verilişdə biznes məsələləri müzakirə olunur və sualım da elə ilk olaraq bundan ibarət olacaq. Azərbaycanda hal-hazırda biznes mühiti hansı səviyyədədir və hal-hazırda biznesin hansı istiqamətində iş görmək üçün əlverişli şərait var? İqtisadçı üçün bir xeyli çətin sualdır. Xüsusən mən daha çox klassik liberalizm, azad iqtisadiyyat, bazar iqtisadiyyatı üzrə ixtisaslaşmışam və anlayıram ki, inkişaf etmiş ölkələrin əksəriyyəti, iqtisadi olaraq inkişaf etmiş ölkələrin əksəriyyəti öz milli ənənələrinə fokuslanaraq bir çox azad bazar prinsiplərindən istifadə edib yaxşı iqtisadi nəticələr əldə ediblər. Bizdə qərb modeli var, hansı ki daha çox özəl sektor və az dövlət tənzimləməsi üzərindən gedibdir. Bizdə Çin nümunəsi var, haradakı yenə də özəl sektor, lakin böyük dövlət planlaşdırılması var. Hər ikisi də öz mənfi və müsbət cəhətlərini göstərir, amma sonda yaxşı iqtisadi nəticələr verib. Çin prinsipcə dünyada 2 nömrəli iqtisadiyyatdır, ABŞ 1 nömrəli iqtisadiyyatdır. Adam başına düşən iqtisadiyyat söhbət gedir, ümumi iqtisadiyyatdan söhbət gedir. Əlbəttə ki, adam başına düşən ümumdaxili məhsul, hansı ki iqtisadiyyatın gücünü göstərəndə ABŞ-da bir xeyli böyük, Çinəli bir xeyli var. Azərbaycan post-sovet ölkələri arasında eyni düşünürəm, haradasa yolla gedibdir. Biz sosializmlə və kommunizmlə tam aralana bilməmişik və dövlətin rolu iqtisadiyyata çox böyükdür. Və Çindəki kimi dövlət planlaşdırır, strateji xəritə qurur və özəl sektor bunu icra edir, belə deyil. Dövlət özü aktiv şəkildə iqtisadiyyatın böyük bir hissəsidir. Hal-hazırda Azərbaycan iqtisadiyyatının 70%-i ya dövlət şirkətlərinə bağlıdır. Yalnız kiçik bir hissəsi özəl sektorun əlindədir. Və bu perspektivdən dövlətin uğurlu icrası çox vacib rol oynayır iqtisadiyyatımızın genişlənməsində, böyüməsində və artımında. Əgər dövlət bunu bacarsa, yəni ki, hansı bir nəticələr görə bilərik, dövlət bunu bacarmasa, əksi olacaqdır sözsüz. Mən əlbəttə ki, daha çox kiçik və orta biznesin inkişafını görmək istərdim, KOB-ların güclənməsini, onların maliyyə vəsaitinin olmasını və bir digər struktur problemlərinin həll olundan sonra iqtisadiyyatın biraz problem nədədir? Nasim Talib bunu antizəriflik prinsipi adlandırıbdır. Səndə bir dənə böyük oyuncu olanda, misal üçün dövlət, onun balaca bir səhvi böyük bir nəticəyə gəlib çıxarır, ya negativ nəticə çıxarır. Səndə iqtisadiyyat milyonlarla balaca oyunculardan ibarət olanda, onların 20-30%-nin səhvi sənin iqtisadiyyatına təsir eləmir çoxdur. Belə bir sual verim. Hal-hazırda biznes konsultasiya etdiyiniz şirkətlərdə, sahibkarlarla danışıqlarda ən böyük buraxılmış səhvləri harda görürsünüz və ən böyük problemlər harda yaşanır? Hansı mərhələdə? Mən daha çox orta bizneslərdən çalışıram və orada gördüyüm əsas məqam odur ki, bu həmin insanlardır ki, 90-cı illərin əvvəllərində Azərbaycan təzə müstəqilliyini qazanandan sonra və yeni sahibkarlar formalaşandan sonra indi böyük bir şirkətlər qurublar və orta biznes sayıla bilər. Yəni ki, bizim statistika əsasən orta biznes nədir? Kiçik KOB nə deməkdir? İllik dövrəsi 230 milyona qədər və işçilər sayı 200-ə qədər. Yəni bu kiçik və orta biznes sayılır. Onlarda mən daha çox eyni sahibkarlıq ruhunda şirkətlərin idarə olunması, elə bir ki, necə ki 30 il əvvəl balaca bir şirkət idi, bir insana hər şey bağlı idi, sistemli idarə etmə yox idi, korporativ standartlar yox idi, korporativ idarə etmə, mədəniyyət olmadığına görə bu faktiki olaraq eyni sahibkarlıq ruhunda bir biznesdir, nəinki sistematik idarə olunan biznesdir. Mən ki daha çox demək ki, cavan yaşlarımdan, teenager yaşlarımdan daha çox İngilis strukturlarında, İngilis şirkətlərində çalışmışam və orada görmüşəm ki, onlar necə sistem qururlar. İnsandan çox da şey asılı deyil. Bütün nəticələr, planlar kompüter qabağında da hesabatlıqdadır. Amma yerli şirkətləri, məsləhət xidmətləri göstərəndə görürəm ki, onlar heç uçotu düzgün aparmırlar. Bir şirkət vardı, bir misal gətirim, 7 dənə müxtəlif biznesi var insanın. Və həmin bu 7 müxtəlif biznesin içində də çoxlu məhsullar var. Bir 15-20 dənə müxtəlif məhsul var, hansı ki o satır hər bir 7 biznesin içində. Və çox fərqli sahələr. Və fərqli sahələrdə 7 müxtəlif biznesi var. Və mən analiz eləyəndə ABC kateqoriyası deyirdi, produktların ABC kateqorizasiyası, yəni gəlirin 80%-ni hansı produktlar verir. Və biz gəldik çıxdıq ki, 7 dənə biznes içində, ərəzində 15 dənə produkt içərisində cəmi bir dənə məhsul
80% gəlir gətirir. O burslar sadəcə fokus yayınlığıdır. Yəni o adam bir sahə üzrə ixtisaslaşsaydı daha yaxşı. Ha, yəni uğurlu insan biznes yəni olardı. özünü öldürür, vaxtı yoxdur heç nəyə, bilmir nəyə fokuslansın. Sadə bir analiz deyil, ABC kateqorizasiya. Yəni gəlirsən məhsul hansısa gəlirlidir. Fokusun onda olsun. Və bir problem budur. Struktur yanaşma yoxdur, data analitika yoxdur. Onlar rəqəmləri hiss edirlər, amma yaxşı mühasibləri yoxdur, yaxşı maliyyəçiləri yoxdur. Onlara normal bir, onlar da bilirsiniz qocalırlar da. Yəni onlar 90-cı illərində bir 30 yaş altında idilərsə, 30 il plus indi 60 üzərindədirlər. Və enerji çatdırmaq olmur falan, çatdırmaq olur. Ona görə bu struktur yanaşma olsaydı artıq biznes kimi düşünərdilər. Və düşəm ikinci fundamental onlarda problem odur ki, onlar biznesə uşaqları kimi baxır, biznes kimi baxmır. Onlara təklif eləyirsən ki, şirkət alın ya da ki bir pay alın səndən, deyir yox, yəni necə? Yəni bu mənimdir axı. Yəni bu əziyyət çəkib. Hə, mən əziyyət çəkmişəm axı. Yəni ki, bu biznes düşüncəsi deyil də. Amerikada insanlar exit sözü var da, mən biznesdən çıxmışam. Sözü CV-lərinə salırlar ki, mən biznes qurub və satmışam. Bozda uğur deməkdir əslində. Özünə fəxr eləyirlər ki, mən biznes qurub sata bilmişəm onu. Bizdə isə yox, necə biznes qurub, yəni ego var ki, mən öz biznesimi satmaram. Misal üçün həmin o yolda şansı ki 7 dənə biznesi var və bu 7 biznesin cəmi bir produkt 80% gəlirliyini gətir. Mən deyim, bağla da, yəni ki, sat ki ilə, o birisi biznesləri fokuslan bunda, bunu böyüt ki ilə. Deyir, necə sata bilməm, adım baxır axı şirkətin adında. Və bu ilə də belə ilişib qalırıq. Niyə müasir sahibkarlıqda elə bəzən bizim sahibkarlar data ilə işləməkdən qaçır? Yəni bir növ o rəqəmləri, analizləri görmək istəmirlər. Yəni bu qorxu, xof nədəndir? Düşünürəm, davranış iqtisadiyyatı, hansı ki mən təmsil edirəm, iqtisadi məktəblər çərçivəsində, onu öyrədir ki, insanlar intuitiv olaraq rəqəmləri düzgün qəbul edir. Misal üçün, çox yaxşı nümunə var, mən bir çox təlimlərdə bunu deyirəm. Misal üçün, hansı ölkədə uşaq sayı çoxdur ailədə, İtalyan yoxsa Hollandiya ailəsində, Niderland ailəsində. Adı insanlar dərhal cümhur deyirsin ki, İtalyan ailəsində. Niyə görə? Çünki biz Don Corleone var, mafiya var, mən nə bilim, pizza, pasta, kinolar var. Biz görmüşük ki, İtalyan ailəsində həmişə ailə canlı olurlar da. Niderland ailəsi barədə bir film görmüsünüz heç vaxt, yəni. Və dərhal cümurlar ki, deyilsinlər ki, əlbəttə ki, İtalyan ailəsində uşaq sayı çoxdur və faktiki olaraq Niderland ailəsində uşaqların sayı çoxdur. Və eyni şey də bizim sahibkarlarla baş verir. Onlar intuitiv düşünürlər ki, məndə pul gəlir hər ay. Və beynində düşünürlər ki, deməli hər şey yaxşıdır da. Yalnız pul gəlməyəndə başlayırlar narahat olmağa, qurdalamağa, sistemi idarə etməyə, konsultantları cəlb etməyə. Bir tərəfdə egolar var. Onlar düşünür, mən bu biznesi qurmuşam, məndən yaxşı bunu bilən yoxdur və mən bu ilə razıyam. O biznesi onlardan yaxşı görən yoxdur. Amma sən artıq balaca sahibkardan böyük sahibkara keçid zamanı, sən artıq tək başına hər şeyi idarə edə bilmirsən. Buna görə, misal üçün, hətta Apple şirkəti, Steve Jobsla Steve Wozniak şirkəti böyüdəndən sonra kənar idarəçilər cəlb etməyə başlamışlar ki, biz bacarmırıq da bu boyda şirkəti idarə etməyə. Düz onlar da yaxşı olmadı, Pepsi-ni gətirdilər, Pepsi-nin CEO-sunu gətirdi, o da yaxşı olmadı. Steve Jobs sonra qayıtdı və qaldırdı. Amma o artıq hazırlıqlı şəkildə, yəni ya da özləri oxuyurlar bu korporativ standartları, korporativ idarə etmə qaydalarını və bunu implementasiya etməyə başlayırlar. Ya da ki, eləmirlər və yenə də İngiliscə bu söz var, solopreneur, tək başına sahibkar. Yəni hər şey mənəm, yəni hər şeyi mən etməyə çalışıram. Gündəlik əməliyyatların içindədir, gündəlik satışın içindədir, gündəlik ambarın içindədir, hər şey özü edir. Hansı risklər gətirir bu sahibkara? Fokus dağınıqlığı birincisi, üçüncüsü daha da tez yanırsan. Yəni sən nə qədər işləyə bilərsən, sən sonda insansan. Bəlkə ailəvə vaxt ayırmaq istəyirsən, bəlkə digər hobbilər var, vaxt ayırmaq istəyirsən. Biznesin inkişafına da bəzən vaxt ayıra bilmirsən. Yəni ki, daha strateji məsələlər üzrə fokuslana bilərsən. Bütün bu məsələlər vacibdir. Belə insanlar var əminliklə ki, onlar üçün hər şey işdir. Uşaqlarını görməyə bilərlər, həyat yoldaşlarını görməyə bilərlər. Hər tam başdan ayrı işlər. Amma bu hard working deyil də. Bu o tip xarakterdir. Mən demirəm ki, bu düzgündür ya yanlışdır. Sadəcə bizim maksimal enerjimiz 20-40 yaş arası olur da. Yəni 40 yaşdan sonra istəyirsən, istəmirsən, get-gedə sən başlayacaqdır enerjin azalmağa. Həyat prioritetlərin dəyişəcəkdir, nəvələrin doğulacaqdır, ailən böyüyəcəkdir. Nə vaxtsa başqa bir şey etmək istəyirsənsə, ona görə lap əvvəlcədən sən bu məsələləri düşünməlisən. Elə komanda qurmalısan ki, sonda sənsiz də işin böyük bir hissəsi gedə bilsin. Məhəmməd bəy, sahibkarlarda ən çox problem elə bu yerdə bir şablon cümlələri var. Yerimə qoyacağım adam yoxdur və etibar eləyə biləcəyim, işləri verəcəyim adam yoxdur. Bu adamı yetişdirmək mi lazımdır, yoxsa transfer eləmək lazımdır? Ümumiyyətlə, strukturda sahibkar nə dərəcədə önəmlidir struktur onun üçün? Bu sualı buradan davam edək, struktura keçək. Azərbaycanda ümumiyyətlə cəmiyyətdə böyük bir etibar problemi var.
bütün mərhələlərdə uşaq, valideyn, kişi, qadın, dövlət məmuru, vətəndaş, məktəbli, müəllim, heç kim bir-birinə etibar etmir. Etibar olmadığı cəmiyyətdə əlbəttə ki, sən şirkətin, yəni şirkətə də az qala uşaq kimi yanaşırıq da, kiməsə etibar etmə məsələsi bir xeyli çətinləşir. Sənə iki fundamental bacarıq lazımdır insanda. Birincisi, səriştəli olmalıdır biznes yönümündə. Və ikincisi etibarlı olmalıdır. Hər ikisi bir yerdə olanda bu superstardır. Yəni ki, həm səriştəlidir, bacarıqlı, həm də etibarlıdır. Səriştəli insan tapmaq rahatdır. Yəni ki, müxtəlif şirkətlərdə işləyibdir, yaxşı təhsili var, digər şirkətləri idarə edibdir. Amma etibar məsələsinə gələndə artıq çətinlik çəkir. Ya da ki, çoxlu etibarlı insan ola bilər. Oğlum, mən nə bilim, qardaşım, hansısa bir qohumum, uşaqlıq dostum. Amma ola bilsin ki, onların səriştəsi çox da yüksək deyil. Yəni ki, oxumayıblar, Harvard'ı, Yale'ı bitirməyiblər, başqa korporativ müthiş, həmişə sənin yanında işləyiblər. Yəni ki, gözləri yalnız sənin sistemini görübdür və səni görübdür, səndən başqasını görməyib. Bu səbəbdən bu konflikt yaranır. Onlar həqiqətən bilmirlər kimi ötürsünlər, çünki etibarlı adamdır, səriştəsi çatmır, qorxur ki, bacarmayacaqdır, ya da ki, bacarıqlıdır, amma qorxur ki, oğurlayacaqdır, ondan onu şirkətsiz qoyacaqdır. Bu paradoks içində cəmiyyət olaraq yaşayırıq. Strukturdan danışaq. Struktur şirkətlər üçün nə qədər önəmlidir? Bugün kifayət qədər ciddi Azərbaycanda böyük şirkətlər, kiçik, orta şirkətlər var ki, struktur baxanda, yəni ideal struktur və ya ideala yaxın bir mənzərə görmürsən. Bəzən departamentlər düzgün bölünmür, bəzən ümumi strukturlarda ciddi problem var, sahibkar özü bir neçə işləri görür, bir şəxs bir neçə obrazda olur, satış bəzən təchizat satışdan, satış təchizatdan, marketinq satışdan, yəni qarışıqlı bir mənzərə ortaya çıxır. Bütün bunlar strukturda o bölmələrin yerini tam təchiz etməməkdən gedir. Bəzən buna büdcə ayırmaq istəmir sahibkarlar, yəni əmək haqqı büdcəsi çoxalır. Yəni, bu nə dərəcədə önəmlidir ki, strukturun ideal olmalıdır? Sən ilk öncə özün məqsədi və vizyonu anlayandan sonra anlayırsan ki, sənə hansı insanlar lazımdır ki, sənə bu yola aparacaqdır. Ona görə struktur hər zaman vacibdir, düzgün strukturun seçilməsi vacibdir və bu daimi prosesdir. Yəni ki, sən insanları işə götürəndə böyük ehtimalla lotereya kimi bir oyundur da. Sən ehtimalları azalda bilərsən, amma əminliklə bilə bilməzsən, həmin insan sənə yarayır, yoxsa yox. Yalnız sən çıxaranda əminlik var ki, niyə görə mən çıxarmışam. İşə götürəndə heç vaxt bu əminlik yoxdur. Ona görə daim olaraq təşkilat da bir canlı orqanizmdir də. Yəni ki, hər bir şey həmişə nəsə baş verir və daim olaraq strukturları dəyişmək lazımdır. Mən Azərbaycanda tam əksini daha çox görürəm ki, işləri azaltmırlar. Əslində uzun müddət onlarla işləyən işçilər davam edir, ştat böyüyür, şişir eləyir və sahibkar hansısa bir periodda artıq anlamır nə qədər ödəyir. Belə bir hal baş vermişdi. Böyük bir şirkət, konsalting şirkətidir. Birbaşa pul qazanan konsultantlar var, bir də onlar dəstək edici funksiya var da, inzibati personal, kadr şöbəsi, mühasiblər filanlar. Mən sadəcə şirkət sahibinə bir sual verdim. Biz buna indirect deyirik də, dolayı xərclər. Səni dolayı personal aylıq xərclərini bilirsən nə qədərdir? Mənə belə baxır. Sualın cavabını bilmir. Deyirəm 50.000 manatdır hər ay. Deyir, ola bilməz. Deyirəm, aç baxır. Yəni ki, insan 10 illik şirkəti idarə edir. Sırf dolayı xərclər, fixed, birbaşa biznes, onlar pul qazanmayan, birbaşa xərclər pul qazanan xərclərdir. Bir dolayı xərclər isə pul qazanmayan, yəni bütün digər xidməti dəstəkləmək xərclər bilmir sadəcə olaraq. Heç vaxt bu sualı özünə verməyibdir. Konsultantların məqsədi budur. Biz biznesi sizdən yaxşı bilmirik, amma biz isə kənardan baxış göstərə bilərik. Sən heç vaxt özünə sormadığın sualı indi mən sənə verirəm. Və sən şokdasan bu cavabdan ki, sən ildə 600.000 manat dəstək edici personala pul xərcləyirsən. Bu tipli hadisələr çoxdur. Yəni ki, uzun illər insanlar qalır, onların maaşı inflasiyanın arta gedir. Bir də görürsən ki, sənin sürücünün maaşı artıq gəlib, mən nə bilim, top konsultantın maaşına bərabər olubdur. Nə var sadəcə 15 ildir, 3-4% onun maaşını qaldırırsan 15 il ərzində. İşlədiyi müddətdə də əmək haqqı qaldırmaq məcburiyyətəsən. Bəzən bu köhnə ənənələr müasir biznes alətlərini tətbiq etməkdə imkan vermir. Bəzən onu istəmirlər. Məsələn, strukturdan söz edilmişkən outsource xidmətlərdən bizdə istifadə az olunur. Kənardan xidmət
pullanma mədəniyyəti mi deyim, biznes qaydası deməyim, çox az şirkətlər kiçik ortadan söhbət gedir. Bunu tətbiq edirlər. Siz necə düşünürsünüz? Müvafiq xidmətlərə necə qərar vermək olar ki, bu xidmət outsourca keçməlidir, ya daxildə olmalıdır? Outsource öz-özlüyündə problem yeni etibar məsələsinə gəlib çıxır. Ona görə problemdir. Mən düşünürəm ki, sənin birbaşa biznesi və toxunan məqamları outsource etmək olmaz. Müştəri ilə münasibətdir, misal üçün. Yəni ki, sən faktiki core, yəni ki, əsas səriştə və toxunan məsələlərdə orada etmək lazım deyil. Satın almalar. Əgər şirkətin böyük bir satın almaları varsa, hansı ki, onun istehsalatına lazımdırsa, bu istehsalatı sonra gedib çıxır müştəriyə. Yəni ki, satın alma prosesini outsourcing yaxşı fikir deyil. Amma misal üçün, deyək ki, maliyyə hesabatlığının hazırlanması, mühasibatlıq xidmətlər, ya da ki, recruitment, yəni işə götürmə, ya da ki, HR. Yəni ki, belə baxada bu müştərinin əlaqəsi yoxdur. Bu, sənin şirkətin daxilindəki prosesləri tənzimləyir. Bu, daha məqsədə uyğundur. Amma yenə də burada etibar vacib rol oynayır. Sahibkar düşünür ki, mən özüm daxildə daha yaxşı edərəm. Və bəzi vaxtlar haqlı olur. Çünki xidmət keyfiyyətini tapmaq biraz çətin. Qayda olaraq mən bunu məsləhət görürəm. Əgər birbaşa sənin müştəri toxunmayan bir xidmətdirsə, yəni ki, onu outsource edə bilərsən. Birbaşa toxunan xidmətdirsə, onu etməməlisən. Bugün Azərbaycanda kifayət qədər sosial şəbəkələrdə gənclər xüsusilə arasında, kiçik sahibkarlıqda müxtəlif biznes səhifələrində belə bir suallar var. Bir də görün, sual açır ki, 20.000 manatım var, nə iş görə bilərəm? Və yaxud da sual açır, 30.000-ə nə iş görmək olar? Biri deyir, 50.000 civarında nə iş görmək olar? Bütün biznes platformalarında bu tip suallara rast gəlinir. Belə suallara birbaşa siz cavab verəsi olsaz, məsələn, kiçik biznesə başlayan gənclər hansı sahələrə pul yatırmalıdırlar ki, orada riski az olsun? Yəni, çünki bunun biznes təcrübəsi də azdır və maliyyəsi də azdır. Və uğur gətirə bilsin. Yəni, bu sualın cavabını siz necə verərdiniz? Mən ilk öncə onlara həmişə məsləhət görürəm. Birincisi, anlayın, siz sahibkarlığı bacaracaqsınız, yoxsa yox. Sahibkarın 3 dənə fundamental xarakteristikası var. Səndə bu xasiyyət olmalıdır ki, sən uğurlu sahibkar olasan. Birinci, cəsarətli olmalısan ki, risklərə qarşı gedə biləsən, riskləri qəbul edəsən, qorxmayasan onlardan. İkincisi, səbirli olmalısan, çünki hər bir şey tez gəlmir. Və üçüncüsü, intizamlı olmalısan. Sən uzun müddət oturub bir iş üzərində fokuslana bilərsən. Və mən çox nadir belə ümumiyyətlə insan tanıyıram. Mən düşünürəm ki, insanların 95%-nin bu qabiliyyəti yoxdur. Ona görə sahibkar olmaq yalnız 5% insana Allah tərəfindən verilibdir. Başqa heç kim sahibkar ola bilməz. Mərd, səbirli və fokuslu, disiplinli insanlardır. Əgər bu yoxdursa, heç girişməyin. Bu 95% neynəsin? 95% kiməsə işləyəcəkdir, sahibkarlara işləyəcəkdir. Sadəcə bu qədər. Bu acı həqiqəti hansından ki, biz barışmalıyıq. Bunu barışmasaq, yəni ki, sadəcə boş-boşuna pullarını xərcləyərsiniz. O deməkdir ki, siz varlı olmayacaqsınız kiməsə işləyərək. Yox, elə deyil. Çünki siz həmin bu pulu başqalarının biznesinə investisiya edərək çoxalda bilərsiniz. Gedin Nvidia-nın səhmini alın, Microsoft-un səhmini alın, Bakı Ford birjasında bir şirkət seçin, tanıdığın insanların biznesinə ya həmin o sahibkarların biznesinə pulunu yatıraraq yavaş-yavaş qazanacaqsınız. 10-15% ildə olacaqdır. Amma 20 yaşınızda bunu başlasaz, ya ki 15-20 min manatla və hara 200-300 manat bunun üzərinə atsaz, siz 40-45 yansında milyonçu olacaqsınız, çıxacaqsınız pensiyaya. Heç pensiya yox, 40-45 yaşında. Öz prime'ınızda artıq milyonçu çıxacaqsınız. Məsələn, o 5% də götürsək, onlar bu pulu hara yatırmalıdırlar ilk öncə? İndi orada gəlir. Əgər deyək ki, sizdə sahibkarlıq bacarığı var, yəni bu 3 dənə xarakteriniz var, xüsusiyyətiniz var insan olaraq. Ona məsləhətim ondan ibarətdir ki, haraya enerjiniz varsa, haraya ki marağınız varsa, ehtirasla hansısa bir işi görmək istəyirsiniz, sizin missiyanız var da, hər bir sahibkar missiyası var. Kimsə dünyanı dəyişmək istəyir. Məsələn, Elon Musk götürək də. O uşaqlıqda həyatın mənasını anlamaq istəyibdi və anlayıb ki, həyatın mənası kainatdır. Kainat verə bilər bu sualın cavabı. Ona görə kainatın araşdırmasına gedibdi. Ona görə ona elektrik avtomobillər lazımdır. Çünki orada neft, qaz yoxdur Marsda və digər ölkələrdə, amma günəş var. Günəşdə Marsda maşın sürmək olar misal üçün. Ona görə ona raketlər lazımdır. Ona görə ona tunel qazan şirkət lazımdır və bunun istiqamətində gedir. Yəni siz də anlayırsınız missiyanız nədir? Siz bu dünyaya nə fayda vermək istəyirsiniz və həmin bu enerji hesabına ora pul yatırın. Sizcə mühit mi bu insanları yetişdirir? Məsələn, Elon Musk nümunəsini çəkdiniz ki, adam kainat düşünüb və daha dərin düşünüb.
bizdə adətən bu tip düşüncələrdə ilk ağla gələn gənclərin beyninə məsələn restoran biznesi olur, kafe biznesi və sair və ilaxır. Yəni daha bir geniş şəkilli bir belə deyək də düşünmürlər. Sizcə bu insanları mühit mi yetişdirir? Belə bir biznes beyninin olması üçün, yetişməsi üçün nə lazımdır? Mən düşünürəm bu vergidir öz-özlüyündə. Çox nadir insanlar bunun üzərinə qalib gələ bilir. Həmişə Schwarzman'ı xatırlayıram, BlackRock'un CEO'su. Ona soruşurlar ki, milyarder olduğunuzda deyir, özünüzü necə hiss edirsiniz? Deyir, bilmirəm, mən özümü həmişə kim hiss edirəm. Yəni ki, mən həmişə özümü belə hiss eləmişəm. Yəni ki, odur. Yəni ki, odur. Fərq eləmir. Əgər sən həqiqi həmin o milyarder potensialında bir insansansa, sənin hiss etməyində heç bir fərq olmayacaq. Restoran, kafe, mən heç vaxt, heç kimə buna pul yatırmağı məsləhət görmürəm. 95% üzərində uğursuzluq əmsalıdır. Biz kafelər görürük, ətrafda da coffee shoplar açırlar. İnanın ki, onların əksəriyyəti ziyanla işləyir. Heç birinin arxasında heç bir şey yoxdur. Kimsə kimsin ki, açıbdır, düşünüb ki, yaxşı idiyyatı sadəcə pul itirir. Ona görə heç vaxt ictimai yaşa biznesinə girişməyin. Mən konsultasiya etmişəm, bu insanları, uğurlu restoratorları konsultasiya etmişəm. Onu şahid olmuşam ki, 18 il restoranı işlədəndən sonra belə saat 8-də sahibi gəlir restorana, başlayır stolları təmizləməyə. 18 ildən sonra da. Əgər belə olmayacaqsa, siz düşünürsünüz ki, restoran yaradacağım, hər şey sistem kimi işləyəcəkdir, bir ildən sonra olmayacaqdır sadəcə olaraq. Uğurlu restoran arxasında çox böyük zəhmət durubdur. Sadəcə heç kim, mən özüm heç vaxt investisiya etmirəm və heç kim məsləhət görmürəm restoran biznesdə investisiya. Bəzən marja insanlar almadır ki, böyük marjalar var. Yoxdur, heç bir şey yoxdur. Yəni ki, özünüz, yəni ki, rəqəmlərə baxmaq lazımdır. Sadəcə bilməyəndə ChatGPT vardı. Soruşun ChatGPT restoranların uğur faizi nədir də? Deyəcək ki, 5%. Yəni ki, 100 restoran açılan 100 restorandan 5-i yalnız sağ qala biləcəkdir. Sonuncu toxunacağım məsələ sizin də toxunduğunuz məsələdir. Son zamanlar investisiyanı bizim əhali daşınmaz əmlaka edir. Bəzən torpaq, bəzən ev, xüsusilə də bu el arasında bizim belə deyək də makler adlandırdığımız sahə, sektor canlanıb. Hər gün yeni səhifələr, yeni belə deyək bu sahə ilə məşğul olan insanlar, ev alqı-satqısı, obyekt, mənzil alqı-satqısı, torpaq və insanlarda belə bir artıq şuur formalaşıb ki, mən pulumu daşınmaz əmlaka, torpağa, mənzilə qoysam, banka qoymaqdan yaxşıdır, iş görməkdən yaxşıdır. Bu daha çox artım verəcək mənə, pul qazandıracaq. Olmalıdırmı yoxsa yox? Daşınmaz əmlaka indi pul yatırmaq nə dərəcədə səmərəlidir? Nə dərəcədə geri dönüşləri olacaq? Bax, bu yalnız Azərbaycana xas bir şey deyil. Yəni ki, bütün inkişaf etməkdə olan ölkələrdə əhalinin böyük hissəsi daşınmaz əmlaka investisiyasıdır. Hətta ABŞ-nin özündə belə indi əhalinin daşınmaz əmlakda sərvəti 65% qədərdir adi insanların. Bunun bir neçə səbəbi var. Birincisi, yerdə etibar məsələsinin olmamasıdır. İnkişaf etməkdə olan ölkələr, insanlar düşünürlər ki, pulumuzu bankdan götürə bilərlər, mən nə bilim, kiminsə siyahısına düşə bilərik, bizi yoxlaya bilərlər, ondan ev alım, saxlayayım, yəni ki, heç olmasa belə də gözümün qabağında bir şey olsun. İkincisi, maliyyə savadsızlığıdır. İnsanlar başqa variantım nədir? Bank depoziti, bir də əmlakdır. Bank depozitləri, yəni bizim müsəlman ölkəsi bir çoxları üçün haramdır. Orada saxlaya bilmirlər pulu. Qızıl yaxşı ideyadır. Yeganə problem Azərbaycanda hətta sikkələr və Azərgoldun külçələrini alanda 18% əlavə ƏDV var da. Bu da dərhal səni investisiya öldürür. Sən gedib ABŞ-ın Apple səhmlərini alsan 18% ƏDV ödəməyəcəksən. Amma qızıl alsan 18% ədəv ödəyəcəksən. Bu bir xeyli azaldır manağı. Mən ümidvaram ki, bəlkə Maliyyə Nazirliyi nə vaxtsa qızıl köçələrdən və sikkələrdən 18% ədəvini ləğv edər ki, Azərbaycan əhalisi qızılı toplaya bilsin. Çünki hal-hazırda dəyişən dünya intizamında indi dollardan çəkinmə növbəti 10-15 ildə çox güman ki, olacaqdır və biz görürük ki, bütün digər mərkəzi banklar, xüsusən Çin, çox küllü miqdarda qızıl toplayır. Bizim də neft fondu da küllü miqdarda qızıl toplayır. Mən istəmirəm ki, Azərbaycan əhalisi də ona uyğun olaraq bir qızıl toplasınlar. Bunun üçün də fiskal stimullar lazımdır. Dediyim kimi, Maliyyə Nazirliyi gəlir 18% ədəvini ləğv eləsin ki, insanlar alsın. Özü də Azərgold da bizim şirkətdir. Mən qızıla investisiyaları sevmirəm. O cümlədən də daşınmaz əmlak investisiyanı sevmirəm, iqtisadçı olaraq. Çünki qızıl bir dəfə istehsal olundu, qoydun, qaldı. Bu qədər donmuş bir puldur da, dövriyyəsi yoxdur, artmır.
Ona görə maksimum 5%, 10% qədər portfelin investisiya portfeli 5-10%-ə qədər qızılda ola bilər. Uzun müddətli perspektivində əgər 70-ci illərdən bu tərəfə götürsək, qızıl həmişə qalxıbdır. İnflasiyada ən azından inflasiyaya qədər. Yəni 70-ci ildə neçə qram qızılı ev ala bilirdinizsə, bu gün də həmin o qram qızıla həmin evi ala bilirsiniz. Eyni şey avtomobildə və digər mallarda da. Eyni ev bir dəfə tikildi, beton, dəmirə, qaz, pul qoydunuz, müvəqqəti dəyər yaradıldı, ÜDM tikinti sektoru əhəmiyyət bu qədər. Başqa heç nə baş vermir. Amma siz hansı bir fabrika, zavoda investisiya edəndə o daim olaraq məhsul istehsal edir, bunu istehlak edirik, onu xarici göndəririk, bu daim olaraq pul gətirir. Yəni ki, biz bu istiqamətdə inkişaf etdirməliyik. Mənim də əsas məqsədim Azərbaycanlıları investisiya etməyi öyrətməkdir. Yəni, bəsdirində dəmir betona pul qoydunuz. Artıq real iqtisadiyyata pul yönəltmək lazım. Bəlkə insanlar düşünür, burada risk daha azdır, yəni pul itirmirsən. Deyək ki, 300 min manata bir mənzil əldə eləyir, il yarım 2 ildən sonra 450 minə, 400 minə onu sata bilir. Yəni, sata bilmir, təəssüflər olsun. Bizim yaddaşımız çox qısadır, biz yalnız son 3 ili xatırlayırıq. Və son 3 ildə eyni hadisə baş verdi, nəinki 2004-də, 2005-də baş verən hadisə baş verdi. Birdən-birə pul kütləsi çoxaldı. Covid-ə görə Rusiya-Ukrayna müharibəsi başladı, təchizat zənciri zədələndi, ona görə logistika bahalaşdı və bunun səbəbindən son 3 ildə birdən-birə böyük bir artım gördük. Amma siz son 15 ilə baxsanız, həmin o artımı görməyəcəksiniz. Görəcəksiniz ki, evlər hələ inflasiyadan çox qalxmayıbdır. Sadəcə bir çox insanlar son 2 ildə, mən 2 il əvvəl aldım, indi 30%-nə baha satdım, təbrik edirəm, bu çox yaxşı ideya idi. Əgər 2 il əvvəl almışsınızsa və bu il satmışsınızsa, siz maksimum götürmürsünüz. Əmin 15 il əvvəl alsaydınız. Yenə də eyni. Yəni eyni effekt olacaqdı. Eyni şey də bizdə 2004, 2006, 2005-də baş verdi. Böyük neft pulları gəlməyə başladı. 2005-ci, 2006-cı illərdə neftin qiyməti qalxdı 20 dollardan 45 dollara. Dövlət bir xeyli pul qoydu, sərmayə qoydu, infrastruktur layihələrinə pul çap elədi. Dollarlar çox gəldi. Bunun sayəsində iqtisadiyyat o illəri 30% böyümüşdü də, ÜDM. Çoxlu pul gəldi, birdən-birə hər şeyin qiyməti qalxdı və sonra stabilləşdi. Siz əgər dollarla baxsaq, siz görəcəksiniz ki, daşınmaz əmlakın gəlirliyi o qədər də yaxşı deyil. Plus da yenə də investisiya hər zaman savad tələb edir. Siz bilməlisiniz hara investisiya edirsiniz. Siz insanlar indi misal üçün artıq 1 ilə yaxında bir elanı görürəm, 380 kvadratlıq mənzili sata bilmir də insan. Belə baxanda bu bir otağı, 10 dənə bir otaqlı ev olsaydı, yəni ki, rahat satacaqdı o qiyməti. Amma sən 380 kvadrat almısan və 1 milyon manata təmirsiz ev qoymusan, 1 milyon dollara təmirsiz ev qoymusan yasamalda. Başa düşürəm, səni incidir. Amma bu ağılsız investisiyadır da, qardaş. Yəni ki, bununla barışmalısan. Ona görə hətta investisiya edəndə də bilməlisən, likvidlik nədir, yəni ki, nə dərəcədə mən tez bunu pula çevirə bilirəm. Təmir edəndə mən necə təmir edim ki, sonra sata bilim, yəni ki, qoxuna gələk, zalın içində olsun, ayrı olsun, yataq otağı necə olsun, master olsun. Yəni bunlar hamısını araşdırmaq lazımdır, öyrənmək lazım, ondan sonra investisiya etmək lazım. Boş-boşuna sadəcə mən gedim hardasa ev alım və sonra da onu satacağım, baha alınmır, təəssüflər olsun. Təşəkkür edirəm. Bugün maraqlı müzakirə oldu sizinlə, biznesməndə. Minnətdaram. Belə işimizə təşəkkür edirəm. Evet. Bax belə, hörmətli tamaşaçılar, biznesmənə vaxtınız, qonağım biznes konsultant Fərhad Pərviz idi. Təşəkkür edirəm, sağ olun, salamat qalın.